Bir neçə gün bundan öncə Bakı şəhəri Yasamal rayonu xarici dairəvi avtomobil yolunun kənar hissəsində yerləşən Qanlı Göl kimi tanınan ərazidə mənzil 201 ünvanında yaşayan Əliyev Etibar Rüstəmoğlu kanalımıza müraciət edərək ona məxsus mülkün Kristal Bakı Açıq Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz uçurulduğunu və bu işdə şirkətə qardaşı Əliyev Nizami Rüstəmoğlunun yardımcı olduğunu iddia edirdi. Qarşı tərəf kimi şikayətçinin qardaşı Əliyev Nizami kanalımıza müsahibə verərək haqqında deyilənləri tamamilə təksib edib yalan adlandırdı. İnanırıq ki, qalmaqallı məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırılıb, həllini tapacaq. Mövzu diqqətimizdədir. Adınız, soyadınız? Əliyev Nizami Rüstəmoğlu. Nizami bəy, təxminən bir gün öncə qardaşınız sizinlə bağlı bir xəbər mediaya açıqlama verərək ona məxsus ərazinin siz tərəfdən mənimsənilməsi və kommunalların öz adınıza, atanız rəhmətə gedəndən sonra belə iddia edir ki, siz kommunalları öz adınıza keçirmisiniz. Yəni, qardaşınızın sizlə bağlı səsləndirdiyi iddialar nə dərəcədə doğrudur, nə deyə bilərsiniz? Bu tamamilə yanlışdır. Qardaşımın dediyi həmin ərazi mənə məxsus olub, kommunallar da mənə məxsus olub. Sadəcə olaraq o çox cobud və yanlış məlumat verib. Buna görə də mən öz etirazımı bildirirəm. Yəni, yanlışlıq nədədir? Yanlışlıq onun dediyi bütün sözlərdə. Yəni, həmin o heyvan saxladığım ərazidə deyir ki, atamla tikmişəm. Mən deyə bilərəm ki, həmin o ərazini mən özüm tikmişəm və sonradan atam mənim yanıma gəlib. Mən atamın yanına getməmişəm. Orada nə tikili olub, ev olub, tövlə olub, toyuq damı, qaraj, nə tikililər olubsa, hamısını mən özüm, öz əllərimlə tikmişəm. Yəni, qardaşımın dediyi məlumat tamamilə yanlışdır. Qardaşınız orada deyir ki, evindən çıxarılıbdır, yaşamağa yeri yoxdur. Onun dediyi bu fikirlər düzdür, yoxsa səhvdir? Xeyr. Ora qeydiyyatçız yaşayış sahəsi olub, heyvan saxlamışıq. Faktiki olaraq biz bugün öz qeydiyyatımızda olan ünvanda yaşayırıq. Bu da Rahib Tağıyev 38 nömrəli ünvandır, Yasamal rayonunda. Hal-hazırda o ünvanda... Yəni, həmin şəxs orada yaşayır. Bəli, həmin şəxs orada yaşayır. Özünə məxsus hardasa 15 otaq var. 15 otaq var. O söküntü ancaq heyvandarlıq üçün nəzərdə tutulan tövlədə olubdur və onun qarşılığında da siz Kristal Bakıdan nə almışsınız? Elədir. Kristal Bakıdan mən müqabilə bağlamışam. O müqabilədə deməli 60.000 manat tikiliyə və 64 kvadrat təmirli mənzil mənə veriləcək. Mənə məxsus olacaq. Onlar mənə müqabilə bağlayıblar. Mən də tam hüquqlu şəxs kimi o müqabiləyə qol çəkmişim. Yəni, deyirsiniz ki, qardaşınıza məxsus həmin ərazidə hər hansı bir tövlə olmuşdu. Kristal Bakının tikinti apardığı ərazidən söhbət gedir də. Bəli, bəli. Həmin ərazidə o şəxs yaşamır, yaşadığı ünvanda tam fərqlidir. Xeyr. Orada qardaşım yaşamayıb, orada mən yaşamışam, atam yaşayıb və salam. Biz orada təsərrüfatla məşğul olmuşuq. Qardaşımın dediyi deyir ki, mənim 21 baş heyvanım olub, yalandır. Tamamilə yanlış məlumatdır. O bəlkə də o heyvan əvəzinə öz həyətində saxladığı cüzələri nəzərdə tutur. Qarşı tərəf olaraq səsləndirdiyiniz məsələnin ictimailəşdirilməsinə, efirdə yayımlanmasına hər hansı bir etirazınız var? Xeyr, etirazım yoxdur, amma ki, mən istəməzdim ki, mənim barəmdə yanlış məlumat verilsin və yayılsın.